Allergiyanın bitkilərlə müalicəsi varmı? Pasientlərimiz bəzən bu istəyi bizə bildirirlər. Deyirlər ki, doktor, mənim allergiyam xroniki xəstəlikdir. Mən kimyasal dərman qəbul etmək istəmirəm. Mənə bitkisel dərman yaza bilərsinizmi? Mən kimyəvi dərman qəbul etmək istəmirəm. Qaraciyərimdən qorxuram, böyrəyimdən qorxuram. Mənə bitkisel dərman yazın. Bildirmək istəyirəm ki, bəzi bitkisel dərmanlar bəli, allergik şikayətləri nisbətən azalda bilər. Amma biz söhbətimizin başlanğıcında danışdıq allergiyanın yaranma mexanizması. Allergiya necə yaranır? İmmun sistemi çaşıb, fərqli çalışır və müəyyən maddələrə reaksiya verir. Və bu mürəkkəb bir mexanizmadır. Burada iştirak edir immunoglobulin Y dediyimiz antitellər, mast hüceyrələr, histamin deyilən maddələr və belə deyək, çox saylı mürəkkəb bir mexanizmadır. Və bu mexanizmanı söndürən, dayandıran yalnız və yalnız kimyasal dərmanlardır. Yəni allergiya əleyhinə dərmanlardır. Əgər bitkisel dərmanların bu reaksiya, bu mexanizma üzərində təsiri olsaydı, əlbəttə ki, bu randomiza çalışmalarda öz əksini tapardı, sübuta yetirilərdi və astma və allergiyanın müalicəsində olan təlimatlara daxil olardı. Yəni, protokollara daxil olardı və tibb bizə deyərdi ki, doktorlar, xəstələrinizə bu dərmanları yazın. Bu belə bir şey yoxdur. Heç bir astma və allergiyanın müalicəsində müasir protokollarda bitkisel dərmanlar yoxdur.